Bizim bugün sizlərlə keçəcəyimiz mövzu olacaq, deməli, təhsil qanunu və ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunundan seçilmiş maddələrin izahı. Deməli, biz bugün nə haqqında danışırıq? Təhsil qanunundan seçilmiş maddələr haqqında danışırıq. Birinci deməli, danışacağımız maddə olacaq 42-ci maddə. Bilirik ki, Konstitusiyamızda 42-ci maddə təhsil hüququ haqqındadır. Deməli, burada nələr öz əksini tapar? Hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İcbari ümumi orta təhsil nə deməkdir? Yəni, icbari ümumi orta təhsil 9 illik təhsil nəzərdə tutulur. Yəni, hər bir təhsil alan, hər bir şagird 9 illik təhsil almalıdır və bu icbari ümumi təhsil məcburidir. Deməli, bundan əlavə təhsil qanununda nələr öz əksini tapır? Daha doğrusu təhsil hüququnda nələr öz əksini tapır? Dövlət təhsil sisteminə nəzarət edir. Yəni, müəllimlər, çox xahiş edirəm, mikrofonu bağlayağın, əlavə səslər gəlməsin. Deməli, təhsil sisteminə kim nəzarət edir? Dövlət nəzarət edir. Vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartı müəyyən edir. İndi deməli, müəllimlər, bax, burada bir daha nəzər salırıq təhsil hüququna. Nə dedik? Dedik, hər bir vətəndaşın təhsil almaq hüququ var. Dedik, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bəzən burada testlərdə necə verilir? İcbari sözün əvəzinə tam verilir də, yəni tam orta təhsil almaq hüququnu təmin edir. Bu yanlışdır. Tam orta təhsil 11 illik təhsildir. Yəni 11 illik təhsil məcbur deyil. Amma icbari ümumi orta təhsil, yəni 9 illik təhsil məcburidir və dövlət deməli pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət sisteminə, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Bəzən bu cümlə, bu fikir testdə necə verilir? Təhsil sisteminə məktəb rəhbərliyi tərəfindən nəzarət edilir və yaxud da ki, müəllim, valideyn tərəfindən nəzarət edilir kimi fikirlərlə verilə bilər. Amma bu yanlış olacaq. Təhsil sisteminə kim nəzarət edir? Dövlət nəzarət edir. Deməli, vəziyyətindən asılı olmayaraq dedik ki, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Bəzən testlərdə də dövlət sözünün əvəzinə rəhbərlik və yaxud da ki, digər şəxslərin adı yazıla bilər. Bu yanlış olacaq. Dövlət minimum təhsil standartı müəyyən edir. Deməli, testlərdə də bəzən minimum sözünün əvəzinə maksimum yazılır. Bu yanlışdır. Yəni, dövlət minimum təhsil standartlarını müəyyən edir. Deməli, indi baxırıq, maddə 12-yə baxırıq. Maddə 12-də nə haqqındadır? Maddə 12 təhsilin formaları haqqındadır. Ümumiyyətlə, təhsilin 3 forması var. Formal, qeyri-formal və informal təhsil. Hər bir deməli, təhsilin formalarında özünə məxsus xüsusiyyəti var. Birinci baxırıq, formal təhsil. Formal təhsil nədir? Deməli, formal təhsilin sonunda təhsil alana dövlət təhsil sənədi verilir. Yəni, hər hansı bir məktəbi bitirməsi ilə bağlı şagirdə təhsil alana dövlət sənədi verilir. Dövlət sənədi dedikdə, yəni 9 illik, 11 illik təhsilin sonunda şagirdlərə ümumi təhsil müəssisəsini qurtarmaqları ilə bağlı verilən attestatlar, şəhadətnamələr, bax, deməli, bunlar hər hansı bir dövlət sənədinə aid edilir. Qeyri-formal təhsil nədir? Müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə alınan təhsil qeyri-formal təhsil adlanır. Bəs informal təhsil nədir? Informal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, şagird, bir insan özü oxuyaraq, özü öyrənirsə, deməli, bu informal təhsil adlanır. Fikrimizi bir daha ümumiləşdirək. Dedik ki, maddə 12 təhsilin formaları haqqındadır. Təhsilin formasına görə neçə yerə bölünür? Yəni, təhsilin formaları hansılardır? Formal, qeyri-formal və informal təhsil. Formal təhsil dedik ki, dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Yəni, formal təhsilin sonunda şagirdlərə dövlət təhsil sənədi verilir. Qeyri-formal təhsil dedik ki, müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə alınan deməli təhsil formasıdır. Yəni, burada qeyri-formal təhsildə sonda şagirdə təhsil müəssisəsini bitirməyi ilə bağlı hər hansı bir sənəd verilmir. Məsəl üçün, şagird kursa gedirsə, sonda şagirdə
kursu bitirməyi ilə bağlı hər hansı bir sənəd verilirmi? Verilmir. Yəni belə deyək də, qeyri-formal təhsil formal təhsilin əksidir. İnformal təhsil nə dedik? Dedik, özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni bir insan özü oxuyaraq, özü biliklərə, bacarıqlara sahib olursa, bu informal təhsildir. Təhsilin formaları haqqında bu qədər. İndi baxırıq maddə 13-ə. Maddə 13 təhsil alma formalarıdır. Deməli, bir var təhsilin formaları, bir var təhsil alma formaları. Müəllimlər bəzən burada təhsil formaları ilə təhsil alma formalarını qatışdırır. Biz bunu müəllimlər necə belə deyim də, ipucu kimi yadımızda saxlaya bilərik? Təhsilin formaları dedikdə 3 bilirik də, təhsilin formaları dedim 3 yerə bölünür. Bax, belə yadımızda saxlayaq. Məsəl üçün, sözlər formasına görə, quruluşuna görə neçə yerə bölünür? Əlbəttə 3 yerə: sadə, düzəltmə, mürəkkəb. Bax, təhsil də formasına görə, quruluşuna görə 3 yerə bölünür. Hansılar oldu? Formal, qeyri-formal, informal. İnformal təhsil. Amma təhsil alma formaları çoxdur. Təhsil alma formaları təhsilin formalarından daha çoxdur. Təhsil alma formaları hansılardır? Əyani, qiyabi, distant, sərbəst, stasionar və evdə, həmçində fərdi təhsil. Əyani təhsil haqqında əlbəttə məlumatımız var, bilirik. Yəni burada şagirdlər mütəmadi olaraq təhsil müəssisəsində olur. Qiyabi təhsil haqqında da məlumatımız var, bilirik. Distant təhsil də bilirik, yəni məsafədən təhsil deməkdir. Sərbəst təhsil, deməli sərbəst təhsilin bir adı da eksternatdır. Yəni biz testdə həm sərbəst, həm də eksternat adı ilə rastlaşa bilərik. Stasionar təhsil var, bir də evdə və fərdi təhsil var. Biz indi deməli təhsil alma formalarının belə deyək, bəzi təhsil alma formalarına baxırıq. Deməli, stasionar təhsil nədir? Stasionar təhsil odur ki, əgər şagird sağlamlığı ilə bağlı, deməli, belə deyək də, şagirdin hər hansı bir sağlamlığında müəyyən problemləri var. Sağlamlığı ilə bağlı şagird hər hansı bir tibb müəssisəsində əgər 21 gündən artıq qalırsa, deməli, həmin şagird üçün tibb müəssisəsində dərslər təşkil olunur. Deməli, stasionar təhsil nə oldu? Şagird sağlamlığı ilə bağlı əgər 21 gündən artıq tibb müəssisəsində qalırsa, yatırsa, həmin şagird üçün tibb müəssisəsində, yəni xəstəxanada onun üçün dərslər təşkil olunur. Evdə təhsil nədir? Evdə təhsil elə adından məlumdur ki, evdə dərslər təşkil olunur. Yəni, hər hansı bir şagirdin əgər sağlamlığında müəyyən problem varsa, yəni sağlamlıq imkanları məhduddur, şagird heç bir halda məktəbə gələ bilmirsə, həmin şagirdlər üçün evdə dərslər təşkil olunur. İndi baxırıq sərbəst və fərdi təhsilə baxırıq. Sərbəst və fərdi təhsilin deməli həm oxşar xüsusiyyətləri var, həm də fərqli xüsusiyyətləri var. Müəllimlər, çox xahiş edirəm, mikrofonu bağlayağım. Deməli, mən birinci sərbəst təhsil haqqında danışacağam. Sərbəst təhsil qoy mən bağlayım. Deməli, birinci sərbəst təhsil haqqında danışırıq. Sərbəst təhsil nədir? Şagird hər hansı bir müxtəlif səbəblərdən əgər təhsil müəssisəsindən kənarda qalırsa, həmin şagirdlər üçün yenidən təhsil almaq imkanı yaradan təhsil alma formasıdır. Yəni, bunu biraz da açıqlayım. Yəni, şagird, belə deyək də, müxtəlif səbəbdən təhsildən kənarda qalıb. Məsəl üçün, şagird 9 il təhsil alıb, ancaq 10-cu və 11-ci sinifləri bitirməyib. Məsəl üçün, illərdən sonra, bir neçə ildən sonra həmin şagird, belə deyək də, artıq bir neçə ildən sonra şagird sayılmır, artıq həmin şagird bir şəxsiyyətdir. Və bir neçə ildən sonra həmin şəxsiyyət, həmin insan fikirləşir ki, mənə 10-11 illik, yəni tam ümumi
tam orta təhsil haqqında sənəd lazımdır və həmin şəxslər üçün deməli, bax sərbəst təhsil alma forması şərait yaradır ki, həmin şəxslər deməli ümumi tam orta təhsil haqqında sənəd alsınlar. Yəni və həmin insanlar üçün deməli, imtahanlar təşkil olunur. Həmin şəxslər üçün imtahanlar təşkil olunur və onlar imtahanda iştirak edərək, əlbəttə ki, uğurlu nəticə əldə elədikdən sonra həmin şəxslərə deməli 10-11 illik təhsili qurtarmaqları ilə bağlı hər hansı bir sənəd verilir. Yəni sərbəst təhsil budur. Yəni müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə yenidən təhsil almaq hüququ verən təhsil alma formasıdır. Belə deyək də, yəni şagird belə deyək, 9 illik təhsillə bağlı, 9 illik təhsillə bağlı hər hansı bir sənədi yoxdur. Şagird 6-cı və yaxud da ki 8-ci sinifə kimi oxuyub, müəyyən səbəbdən 9-cu sinifi bitirə bilməyib. Burada da yəni bir neçə ildən sonra sərbəst olaraq həmin şəxslər deməli onlar üçün təşkil olunmuş aralıq imtahanlarda iştirak eləyərək 9 illik təhsillə bağlı hər hansı bir sənədi əldə eləyə bilərlər. Ümumiyyətlə sərbəst təhsildə, fərdi təhsildə 2 səbəbdən təşkil olunur. Deməli hər ikisi 2 səbəbdən təşkil olunur. Birinci səbəbi dedik, indi ikinci səbəbə baxırıq. Görə ikinci hansı səbəbdən sərbəst təhsil təşkil oluna bilər? Deməli, ümumi təhsilin hər hansı bir səviyyəsini şagird vaxtından əvvəl bitirə bilər. Yəni şagird belə deyək də, şagird çox bacarıqlıdır, çox istedadlıdır, digər yoldaşlarından bu bacarıqlarına görə fərqlənirsə, şagird 3-cü sinifdən, deməli 4-cü sinifi oxumadan 5-ci sinifə keçə bilər. Yəni təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirə bilər. Bu da deməli sərbəst təhsilin ikinci təşkil olunma səbəbidir. Ümumiyyətlə dedik ki, sərbəst təhsilində digər bir adı nə oldu? Eksternat təhsil. Yəni biz testlərdə həm sərbəst, həm də eksternat adı ilə rastlaşa bilərik. İndi baxırıq fərdi təhsilə. Fərdi təhsildə 2 səbəbdən təşkil olunur. Deməli, fərdi təhsildə 2 səbəbdən təşkil olunur. Baxırıq birinci səbəbə. Deməli, burada da müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalan şəxslərə yenidən təhsil almaq hüququ verən təhsil alma formasıdır. Bax, müəllimlər, görürsünüz, hər ikisinin ortaq xüsusiyyəti var. Hər ikisi təhsildən kənar qalan şagirdlər üçün şərait yaradır ki, bu şagirdlər, bu insanlar, şəxsiyyətlər yenidən təhsil alsın. Sadəcə bunların nə fərqi var? Sərbəst təhsildə, deməli, dedik axı, şagird bir neçə ildən sonra aralıq imtahanlarda iştirak edərək ona lazım olan, yəni məktəblə bağlı ona lazım olan hər hansı bir sənəd əldə eləyir. Yəni sərbəst təhsildə artıq insan deyək də, şəxsiyyət deyək, o deməli yenidən təhsil müəssisəsinə cəlb olunmur. Məsəl üçün, bax, şagird belə deyək də, ümumi məktəbi, ümumi təhsili bitirib, üstündən 10 il keçir, 5 il keçir, 4 il keçir, fərqi yoxdur. Fikirləşir ki, mənə ümumi orta təhsil haqqında və yaxud da tam orta təhsil haqqında hər hansı bir sənəd lazımdır. Artıq bu insan şəxsiyyətdir. Təhsil müəssisəsində gəlib digər şagirdlərlə o eyni sinifdə təhsil ala bilməz. Bunlar yalnız imtahanda iştirak edərək özlərinə lazım olan hər hansı bir sənədi əldə edirlər. Amma fərdi təhsil belə deyil. Fərdi təhsil yenidən şagirdlər, yəni fərdi olaraq məktəbə cəlb olunur. Onlar məktəbə cəlb olunur və onlar üçün fərdi dərslər keçirilir. Əlbəttə ki, burada fərdi təhsildə də yəni yaş söhbəti var da, yəni burada da yaş önəmlidir. Burada da deməli fərdi təhsildə dərslərin təşkili necə olur? İbtidai təhsil səviyyəsində dərslər 3 dəfə təşkil olunur. Ümumi orta təhsil səviyyəsində isə 3-4 dəfə dərslər təşkil olunur. Ümumi orta təhsil, yəni 9 illik təhsil deməkdir. İndi baxırıq ikinci təşkil olunma səbəbinə görə, ikinci hansı səbəbə görə fərdi təhsil təşkil oluna bilər? Deməli, ümumi təhsil müəssisələrində hər hansı bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün, təhsil alanlar üçün
yenidən təhsil alma formasıdır. Yəni belə deyək də, hər hansı bir şagirdin xüsusi istedadı varsa, həmin şagird əgər digər şagirdlərdən fərqlənirsə, həmin şagirdlər üçün fərdi dərslər təşkil olunur. Və belə deyək, düzdür. İndi fərdi təhsil tək deyirik ki, şagird burada tək deməli fərdi olaraq dərsə cəlb olunur. Amma əgər belə deyək, fərdi dərslər həm tək, həm 3 nəfər şagirdlə də təşkil oluna bilər. Amma necə oluna bilər də? Əgər hər 3 şagirdin xüsusi istedadı eyni sahə üzrədirsə, yəni fərdi təhsil 3 nəfər şagirdlə də təşkil oluna bilər. Yaxşı, bəs kimlər fərdi təhsilə cəlb olunur? Sağlamlıq imkanları məhdud olan uşaqlar, yəni elə uşaqlar var ki, onlar belə deyək də, ümumi olaraq sinifdə təhsilə cəlb oluna bilmirlər. Həmin şagirdlər fərdi təhsilə cəlb olunur. Ümumiyyətlə, deməli, ümumi təhsil müəssisəsinə ümumiyyətlə cəlb olunmayanlar, məsələn, elə şagird var ki, 4-cü sinifdə, 3-cü sinifdə oxumalıdır, ümumiyyətlə heç təhsil müəssisəsinə gəlməyib, təhsil almayıb, həmin şagirdlər də deməli fərdi təhsilə cəlb oluna bilərlər. Və yaxud da ki, ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən geri qalan şagirdlər. Məsəl üçün, elə şagirdlər var ki, ibtidai təhsil səviyyəsini, yəni 4 illik təhsili başa vurub, amma ümumi orta təhsili bitirə bilməyib, həmçinin deməli, belə şagirdlər də fərdi təhsilə cəlb olunur. İndi biz baxırıq, maddə 17-yə baxırıq. Müəllimlər, belə deyim, mövzunu izah eləyim, qurtarım. Sonda keçdiyim mövzularla bağlı sual-cavab eləyəcəm. Ona görə bir daha diqqətli qulaq asın, yəni keçdiyim hissələrlə bağlı sual-cavab eləyəcəm. Deməli, maddə 17-yə baxırıq. Maddə 17 nə haqqındadır? Təhsilin pillələri və təhsilin səviyyəsi haqqındadır. Ümumiyyətlə, pillə belə deyək, təhsilin səviyyəsindən daha geniş anlayışdır. Səviyyə pillənin daxilində yer alır. Yəni, təhsilin pillələri daha genişdir. Səviyyələr pillələrin daxilində, pillələrdə yer alır. Təhsilin pillələri hansılardır? Məktəbə qədər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil. Və hər təhsilin belə deyək də, öz səviyyəsi var. Məsəl üçün, məktəbə qədər dedikdə bağçalar nəzərdə tutulur. Ümumi təhsil dedikdə, yəni 1-ci sinifdən 11-ci sinifə kimi olan deməli siniflər, təhsil nəzərdə tutulur. Yəni, ümumi təhsil dedikdə 1 və 11-ci siniflər nəzərdə tutulur. Ümumi təhsilin səviyyələri hansılardır? Məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. Məktəbə hazırlıq bilirik, yəni bu 5 yaşlı şagirdlər burada təhsilə cəlb olunur. İbtidai təhsilin səviyyəsi, yəni 1 və 4-cü siniflər əhatə eləyir. Deməli, ümumi orta təhsil bu elə bil ki, 5-ci və 9-cu siniflər əhatə eləyir. Tam orta təhsil isə 10 və 11-ci sinifləri əhatə eləyir. Gəldik deməli, peşə təhsilinə baxırıq. Peşə təhsili də dedik təhsilin pillələrindən biridir. Peşə təhsilinin də deməli 3 səviyyəsi var. Bunlar hansılardır? İlk peşə, texniki peşə və yüksək peşə. Orta ixtisas təhsilinin səviyyəsi yoxdur. Orta ixtisas təhsili, yəni kolleclər, texnikumlar nəzərdə tutulur. Ali təhsil özü deməli pillədir. Səviyyələri hansılar oldu? Bakalavr, magistratura və doktorantura. Bir daha müəllimlər deməli nəzər salağın. Maddə 17-yə bir daha baxağın. Maddə 17 dedik, təhsilin pillələri və səviyyələri haqqındadır. Təhsilin pillələri hansılardır? Məktəbə qədər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil. Belə deyək də, təhsilin pillələri 5 hissədən ibarətdir. Təhsilin səviyyələrinə baxırıq. Məktəbə qədər dedik ki, bağçalar nəzərdə tutulur. Ümumi təhsilin səviyyələri hansılar oldu? Məktəbə hazırlıq, ümumi orta təhsil və tam orta təhsil. Peşə təhsilinin 3 səviyyəsi var.
ilk peşə, texniki peşə və yüksək peşə. Orta ixtisas təhsilinin də dedik səviyyəsi yoxdur. Ali təhsilin isə 3 səviyyəsi var: bakalavr, magistratura və doktorantura. Deməli müəllimlər, biz burada harda çaşa bilərik? Biz burada məktəbə məktəbə hazırlıqda çaşa bilərik. Deməli, məktəbə qədər pillədir. Burada bağçalar nəzərdə tutulur. Məktəbə hazırlıq isə 5 yaşlı şagirdlərin elə bil ki, aldığı təhsil nəzərdə tutulur. Yəni 0-5 yaşı əhatə eləyir məktəbə hazırlıq. Yəni 0 sinif deyirik də biz buna. Deməli, məktəbə qədər oldu pillə, məktəbə hazırlıq isə oldu səviyyə. Deməli, indi belə. İndi müəllimlər, biz təhsil qanununda olan lazımi maddələrdən danışdıq. İndi isə ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunundan seçilmiş maddələrin izahına baxırıq. Yəni belə deyək də, biz indi ümumi təhsil haqqında, yəni ümumi təhsildə olan olan maddələrin izahına baxırıq. Məsəl üçün, əvvəl danışdığım maddələr dedik ki, konstitusiyamızda olan maddələrdir. Amma indi isə danışacağımız maddələr ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunundan seçilmiş maddələrdir. Deməli, maddə 9-a baxırıq. Maddə 9 ümumi təhsil proqramı, kurikulumlar haqqındadır. Deməli, maddə 9 ümumi təhsil proqramı, kurikulum haqqındadır. Əlbəttə, biz bilirik ki, müəllimlər, kurikulum nədir? Kurikulum təhsil bir, belə deyək də, müasir təhsil proqramıdır. Necə ki, ənənəvi təhsildə təhsilin proqramı var idisə, müasir təhsilində özünə məxsus bir proqramı var və bu proqram kurikulum adlanır. Deməli, kurikulumda nələr öz əksini tapır? Bax, ümumi təhsil proqramı, yəni kurikulumda səviyyələr üzrə ümumi təhsilin məzmunu öz əksini tapır. Deməli, kurikulumda nə öz əksini tapır? Səviyyələr üzrə. Səviyyələr üzrə bildikdə, məsəl üçün, məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta, tam orta təhsil. Deməli, səviyyələr üzrə ümumi təhsilin məzmunu kurikulumda öz əksini tapır. Bir deməli müəllimlər, bax indi deməli ümumi təhsil proqramına daxildir. Bir də deməli belə deyim də, bir var ümumi təhsil proqramı, yəni kurikulum. Bir də var fən kurikulumu. Deməli bir var kurikulum, bir də var fən kurikulumu. Ümumiyyətlə ümumi təhsil proqramı, yəni kurikulum ölkə üzrə bir proqramdır. Yəni bütün təhsil sisteminin bir proqramı var, o da kurikulum adlanır. Amma fən kurikulumu daha çoxdur. Bax, fən kurikulumu daha çoxdur. Yəni hər fənnin özünə məxsus, belə deyək də, hər fənnin özünə məxsus kurikulumu var. Fən kurikulumu daha çoxdur. Fən kurikulumu belə deyək də, ümumi təhsil proqramının daxilində yer alır. Deməli, nə dedik? Hansı daha geniş anlayışdır dedikdə, biz deyirik ki, fən kurikulumu, deməli, ümumi təhsil proqramlarına daxildir. İndi baxıraq görək, deməli, kurikulumda və yaxud da ki, fən kurikulumda nələr öz əksini tapır. Birinci baxırıq, ümumi təhsil proqramına baxırıq. Ümumi təhsil proqramı, yəni kurikuluma baxırıq. Görək, kurikulumda nələr öz əksini tapır. Fənlər üzrə kurikulumlar. Dedik müəllimlər, bayaq nə dedik? Dedik ki, fənlər üzrə kurikulum nə deməkdir? Yəni, hər fənnin özünə məxsus kurikulumu var. Və bu harda öz əksini tapır? Ümumi təhsil proqramı, yəni kurikulumda öz əksini tapır. Sonra dərsdən kənar məşğələlər harda öz əksini tapır? Kurikulumda, yəni ümumi təhsil proqramında öz əksini tapır. Dərsdən kənar məşğələlər nədir? Fakultativlər nəzərdə tutulur. Sonra məktəbdən kənar təhsil proqramı, bax bunlar da deməli məktəbdən kənar təhsil proqramı da ümumi təhsil proqramında öz əksini tapır. Məktəbdən kənar təhsil proqramı dedikdə, deməli məktəbdən kənar təhsil proqramı dedikdə burada nələr öz əksini tapır? Məktəbdən kənar təhsil proqramı məsəl üçün şahmatları,
nümunə göstərə bilərik. Şahmat dərnəyini, yaradıcılıq mərkəzlərini, idman sağlamlıq mərkəzlərini, rəsm dərnəyini, musiqi dərnəyini. Bax, biz bu bütün dərnəkləri məktəbdən kənar təhsil proqramına daxil eləyə və yaxud da ki, şamil eləyə bilərik. Yəni, məktəbdən kənar təhsil proqramı dedikdə, bax, bir daha sadalayağın, yəni dərnəklər nəzərdə tutulur da, fikrimizi ümumiləşdirsək, dərnəklər nəzərdə tutulur. Bir də təhsil proqramına nə daxildir? Tədris planları daxildir. Tədris planları nədir? Ümumiyyətlə, deməli, tədris olunan fənlərin adı, həftəlik dərs saatlarının miqdarı tədris planında öz əksini tapır. Deməli, müəllimlər, biz nə haqqında danışdıq? Biz təhsil proqramı haqqında, yəni kurikuluma nələr daxildir, onlar haqqında danışdıq. İndi isə fən kurikulumuna baxırıq, görək fən kurikulumda nələr öz əksini tapır. Biz dedik ki, fən kurikulumunun belə deyək də siyahısı daha çoxdur. Çünki hər fənin özünün məqsəd və vəzifələri var. Həmçinin bax burada da nə dedik? Bax burada da dedik ki, fənlər üzrə kurikulumda təhsil proqramına, yəni kurikuluma daxildir. Amma kurikulum, yəni ümumi təhsil proqramı ölkə üzrə bir dənədir. Deməli, fən kurikulumuna baxırıq indi, görək fən kurikulumuna nələr daxildir. Fənnin məqsəd və vəzifələri daxildir. Fənnin tədrisinə verilən tələblər, təhsilin səviyyələri və siniflər üzrə təlim nəticələri, təlim strategiyaları fən kurikulumuna daxildir. Deməli, bax, ümumi təhsil proqramına səviyyələr üzrə təlim nəticələri daxildir. Amma fən kurikulumuna siniflər üzrə təlim nəticələri, həm belə deyək, təhsilin səviyyələri üzrə, bir dəqiqə çevirək. Deməli, həm təhsilin səviyyələri üzrə, həm də siniflər üzrə, deməli, təlim nəticələri, təlim strategiyaları fən kurikulumuna daxildir. Sonra fən daxili və fənlər arası inteqrasiya da fən kurikulumuna daxildir. Qiymətləndirmə vasitələri və meyarları da fən kurikulumuna daxildir. Həmçinin təlim planlaşdırılması üzrə metodik tövsiyələr də fən kurikulumuna daxildir. Deməli, bir daha fikrimizi ümumiləşdirək müəllimlər. Dedik ki, maddə 9 nə haqqındadır? Ümumi təhsil proqramı, yəni kurikulumlar haqqındadır. Və deməli, bir var kurikulum, ümumi təhsil proqramı, bir də var fən kurikulumu. Hansı geniş anlayışdır? Ümumi təhsil proqramı, yəni kurikulum daha geniş anlayışdır. Və kurikulum sənədində, yəni təhsil proqramında nələr öz əksini tapır? Fənlər üzrə kurikulumlar, dərsdən kənar məşğələlər, yəni fakultativ kurslar, məktəbdən kənar təhsil proqramı, yəni bura dərnəkləri nümunə göstərə bilərik. Həmçinin tədris planları da deməli kurikulum, yəni ümumi təhsil proqramına daxildir. Bəs fən kurikulumuna nələr daxildir? Yəni burada fənlə bağlı müəyyən deməli belə deyək də sənədlər öz əksini tapır. Deməli, fən kurikulumuna daxildir. Fənnin məqsəd və vəzifələri, fənnin tədrisinə verilən tələblər, təhsilin səviyyələri və siniflər üzrə təlim nəticələri, təlim strategiyaları, fən daxili və fənlər arası inteqrasiya. Həmçinin qiymətləndirmə vasitələri və meyarlar da deməli fən kurikulumuna daxildir. Müəllimlər, vaxtımız bilirik də 40 dəqiqədən sonra Zoom-un vaxtı yekunlaşır. Amma vaxtımız yekunlaşsa da belə, mən yenidən link atacağam. Yəni, istəsəz dərsə qoşularsınız. Bugünkü dərsimizi, yəni təhsil qanununa seçilmiş maddələri yekunlaşdırarıq. Belə, deməli, maddə 11-ə baxırıq. Maddə 11 isə ümumi təhsil sisteminin quruluşu haqqındadır. Deməli, maddə 11 nə haqqındadır? Ümumi təhsil sisteminin quruluşu haqqındadır. Ümumiyyətlə, təhsil sisteminin quruluşu dedikdə nə nəzərdə tutulur? Belə deyək də, bax, ölkədə nə qədər təhsil müəssisəsi varsa, hamısı ümumi təhsil sisteminin quruluşuna daxildir. Deməli, təhsil sisteminə nələr daxildir?
ümumi, yəni ölkədə olan bütün təhsil müəssisələri, təhsil fəaliyyəti ilə bağlı informasiya mərkəzləri, idman, sağlamlıq, istirahət düşərgələri, deməli, idarə etmə orqanları, yəni təhsil şöbəsi deyirik də, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, metodik şuralar da, deməli, təhsil sisteminə daxildir. Maddə 13-ə baxırıq. Maddə 13 ümumi təhsilin təşkili haqqındadır. Yəni, görək ümumi təhsilin təşkili necə olmalıdır? Yəni, ümumi təhsil necə təşkil olunmalıdır? Bu haqda, deməli, bu haqdadır maddə 13. Deməli, ümumi təhsil müəssisəsində təhsil prosesi biz bilirik ki, öyrədici, tərbiyə edici və inkişaf etdirici xarakter daşıyır. Yəni, təhsil müəssisəsində təhsilin məqsədi nədir? Təhsil şagirdləri, təhsil alanları həm öyrətməli, inkişaf etdirməli, həmçinin də tərbiyə etdirməlidir. Yəni, təhsilimiz belə təşkil olunmalıdır da, ümumi təhsil belə təşkil olunmalıdır ki, həm şagirdlər öyrətməliyik, tərbiyə etməliyik, həmçinin də inkişaf etdirməliyik. Bundan əlavə, təhsil fərdin, deməli, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq təşkil olunmalıdır. Həqiqətən də, bax, təhsilimiz dövrün tələbinə cavab verməlidir. Tələb yönümlü olmalıdır. Dövrün tələbinə, fərdin, cəmiyyətin tələbinə cavab verməlidir. Şagirdlərdə, deməli, fənlər üzrə zəruri bilik və bacarıqları formalaşdırmalıdır. Yəni, 11 il təhsil alan şagird əlbəttə ki, müəyyən bilik və bacarıqlara yiyələnməlidir. Bundan əlavə, deməli, təhsilin, belə deyək də, məqsədi nədir? Şagirdlərə Azərbaycan xalqının dəyərlərini, ümumi bəşəri dəyərləri şagirdlərə aşılamalıdır. Şagirdlərin sağlam həyat tərzi keçirməsini təmin etməlidir. Bundan əlavə, deməli, təhsil alanları, yəni şagirdləri həm peşə seçiminə, həm də əmək fəaliyyətinə hazırlığını təmin etməlidir. Bir də fikrimizi ümumiləşdirəyin. Dedik ki, maddə 13 nə haqqındadır? Ümumi təhsilin təşkili haqqındadır. Yəni, ümumi təhsilin təşkili necə olmalıdır? Təhsil həm şagirdləri öyrətməli, tərbiyə etdirməli, həm də inkişaf etdirməlidir. Təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olmalıdır. Şagirdlərdə fənlər üzrə zəruri bilik və bacarıqları formalaşdırmalıdır. Şagirdləri Azərbaycan xalqının dəyərlərinə uyğun olaraq yetişdirməlidir, formalaşdırmalıdır. Həmçinin şagirdlərin sağlam həyat tərzi keçirməsini təmin etməlidir. Həmçinin təhsil alanları peşə seçiminə və əmək fəaliyyətinə hazırlamalıdır. Deməli, maddə 13 haqqında danışdıq. Maddə 13 deməli nə haqqındadır? Ümumi təhsilin təşkili haqqındadır. İndi bir də müəllimlər, deməli, baxırıq görək, ümumi təhsil necə təşkil olunmalıdır? Təşkilin qaydalarına baxırıq. Deməli, bilirik ki, məktəbə hazırlıq mərhələsi, yəni ümumi təhsilin belə deyək də, təşkili mərhələsində, qaydasında nələr öz əksini tapır, ona baxırıq. Məktəbə hazırlıq mərhələsi bilirik ki, 5 yaşdan başlayır, ibtidai təhsil 6 yaşdan başlayır. Həmçinin biz bilirik ki, məsəl üçün, ümumi təhsilin təşkilində ucqar kənd yerlərində şagirdlərin sayı az olarsa, ibtidai siniflərdə kompleks siniflər də təşkil olunur. Həmçinin ümumi təhsilin təşkili qaydasında günü uzadılmış, deməli, günü uzadılmış qruplardan da istifadə olunur. Günü uzadılmış qruplar nə deməkdir? Bax, günü uzadılmış qruplar nə deməkdir? Yəni, burada günü uzadılmış qrupların əslində məqsədi nədir? İbtidai sinif şagirdlərinə kömək məqsədi ilə təşkil olunan, deməli, bir qrupdur. Yəni, burada şagirdlərin ev tapşırıqlarına və yaxud da ki, digər şagirdlərin, belə deyək, zəifliyi varsa, həmin şagirdlər üçün dərslər təşkil olunur. Sonra, indi baxırıq ibtidai təhsilin təşkilinə baxırıq. Görək, ibtidai təhsilin məqsədi nədir? Bax, bilirik ki, hər bir təhsilin, hər bir səviyyənin özünə məxsus məqsədi var. Məsəl üçün, ibtidai təhsilin məqsədi başqadır, ümumi orta təhsilin məqsədi daha, belə deyək, ibtidai təhsil səviyyəsinə baxaraq daha mürəkkəbdir. Həmçinin tam orta təhsil səviyyəsinin məqsədi
digər təhsil səviyyələrinə baxaraq daha mürəkkəbdir. Yəni şagirdlərə daha geniş bilik, bacarıq, vərdişlər formalaşdırır. Birinci baxırıq ibtidai təhsilin məqsədi. Görək ibtidai təhsilin məqsədi nədir? Deməli, şagirdlərdə oxu, yazı və hesablama bacarıqlarını şagirdlərdə formalaşdırır. Həmçinin şagirdləri vətənpərvər ruhunda, Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət ruhunu şagirdlərə, hörmət etmək hissini şagirdlərə aşılayır. Həqiqətən də bax ibtidai təhsildən başlayır. Nəinki ibtidai təhsildən, məsəl üçün şagirdləri bir vətənpərvər, Azərbaycançılıq ruhunda tərbiyə etmək üçün elə belə deyək də, elə əslində bağçadan başlayır, mən deyərdim. Deməli, bu cür yanaşma. Deməli, ibtidai təhsilin məqsədi nə oldu? Şagirdlərdə oxu, yazı, hesablama bacarıqlarını formalaşdırır. Həmçinin şagirdlərə belə deyək də, vətənə, deməli, Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət etmək ruhunu şagirdlərə aşılayır. Həmçinin deməli şagirdlərdə belə deyək, təbiət haqqında, cəmiyyət haqqında ilkin bilik və bacarıqları şagirdlərdə formalaşdırır. Həmçinin ibtidai təhsilinin deməli əsas məqsədlərindən biri də odur ki, şagirdlərdə sadə əmək vərdişləri, məntiqi təfəkkür elementlərini formalaşdırır. Ümumiyyətlə, bax deyirik ki, ibtidai təhsilin məqsədi odur ki, şagirdlərdə məntiqi təfəkkürü formalaşdırır. Əlbəttə, yəni təfəkkürün ilkin mərhələsi məntiqi təfəkkürdür. Əgər şagirdlərdə məntiqi təfəkkür formalaşmasa, təfəkkürün digər növləri, tənqidi və yaradıcı təfəkkür formalaşmaz. Deməli, ibtidai təhsilin məqsədi nədir? Şagirdlərdə məntiqi təfəkkürü və sadə əmək vərdişlərini formalaşdırmaqdır. İndi baxırıq, ümumi orta təhsilin məqsədinə baxırıq. Görək burada ümumi orta təhsilin məqsədi nədir? Deməli, təhsil alanlarda nitq, yazı və ünsiyyət mədəniyyətini şagirdlərdə formalaşdırır. Bax, deməli, müəllimlər, diqqət eləsək, ibtidai təhsil şagirdlərdə oxu bacarığını formalaşdırır. Artıq getdikcə, belə deyək də, təhsilin məqsədi nədir? Şagirdlərdə daha mürəkkəb bilik və bacarıqlar formalaşdırmaqdır. Deməli, ibtidai təhsilin məqsədi şagirdlərdə oxu bacarığı formalaşdırmaqdırsa, artıq deməli, ümumi orta təhsilin məqsədi nə olacaq? Şagirdlərdə nitq bacarığı formalaşdırmaqdır. Həmçinin yazı bacarığı hər birində var, yəni ibtidai təhsildə də var, ümumi orta təhsildə də var və ümumi orta təhsilin deməli digər məqsədlərindən biri də odur ki, şagirdlərdə ünsiyyət mədəniyyəti bacarığını formalaşdırır. Sonra sağlam həyat tərzi keçirmək bacarığını şagirdlərdə formalaşdırır. Burada da yenə ibtidai təhsil səviyyəsində olduğu kimi şagirdlərə deməli dövlət, Azərbaycan xalqının dəyərlərinə və ümumi bəşəri dəyərlərə hörmət etmək hissini şagirdlərə aşılayır. Həmçinin şagirdlərə hüquq və azadlıqlara hörmətlə yanaşmasını, öz gələcək həyat yolunu və müstəqil öyrənmə, qərar qəbul etmə kimi bacarıqları da şagirdlərə formalaşdırır. Deməli, ümumi orta təhsilin məqsədi şagirdləri peşə seçiminə və əmək fəaliyyətinə belə deyək də hazırlayır. Bax, məsəl üçün, ibtidai təhsilin məqsədi nə idi? Şagirdlərdə sadə əmək bacarığı formalaşdırmaqdırsa, amma ümumi orta təhsilin məqsədi artıq şagirdləri peşə seçiminə və əmək fəaliyyətinə, deməli, bax, peşə seçiminə və əmək fəaliyyətinə hazırlayır. İndi baxırıq, ümumi orta təhsilin məqsədinə baxırıq. Burada da deməli, ümumi orta təhsilin məqsədi nə olacaq? Əlbəttə ki, deməli, təhsil alanların istedad və qabiliyyətinin reallaşmasına təmin edir. Şagirdlərin, hər bir şagirdi deməli, müstəqil həyata hazırlayır. Yəni, tam orta təhsil 11 illik təhsildən söhbət gedir. Artıq burada təhsilin məqsədi nədir? Təhsil alanların istedad və qabiliyyətinin reallaşmasını təmin edir. Onları, yəni şagirdləri müstəqil həyata hazırlayır. Həmçinin şagirdlərdə fəal vətəndaş mövqeyi, ümumi bəşəri dəyərlərə hörmət etmək ruhunu deməli şagirdlərə aşılayır. Həmçinin
müxtəlif informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməyi, müxtəlif dillərdə ən azı da bir dildə ünsiyyət saxlamasını təmin edir. Yəni belə deyək də, ümumi orta təhsil səviyyəsini qurtaran şagird sadaladıqlarımız bilik və bacarıqlara, dəyərlərə sahib olmalıdır. Yəni hansı dəyərlərə sahib olmalıdır? Ölkəsini, millətini sevməlidir, milli və bəşəri dəyərlərə hörmət etməyi bacarmalıdır, müasir informasiya mənbələrindən sərbəst istifadə etməyi və həmçinin həm sərbəst, həm də səmərəli istifadə etməyi bacarmalıdır, ünsiyyət qurmağı bacarmalıdır. Burada əlbəttə ki, həm öz dilimizdə, həm də müxtəlif dillərdə ünsiyyət qurmaqdan söhbət gedir. Belə, indi deməli baxırıq maddə 21-ə baxırıq. Görək maddə 21-də nələr öz əksini tapır. Maddə 21 deməli ümumi təhsil prosesinin iştirakçıları haqqındadır. Deməli, maddə 21 nə haqqındadır? Ümumi təhsil prosesinin iştirakçıları haqqındadır. Ümumiyyətlə, ümumi təhsilin iştirakçıları kimlər olacaq? Yəni, təhsilin iştirakçıları dedikdə, burada təhsil alanlar nəzərdə tutulur, təhsil verənlər nəzərdə tutulur. Təhsil verənlər kim olacaq? Təhsil verənlər dedikdə, yəni müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışa qədərki hazırlıq rəhbərləri, psixoloqlar, bax, sadaladığım şəxsiyyətlər hamısı deməli təhsil verənlərə aiddir. Sonra ümumi təhsil prosesinin iştirakçılarına deməli dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil mərkəzində çalışan məşqçilər, tibbi xidmət işçiləri də, bax, bəzən müəllimlər burada çaşır, tibbi xidmət işçilərində çaşır ki, onlar niyə deməli ümumi təhsil prosesinin iştirakçıları hesab olunur. Bəli, biz bilirik ki, hər bir məktəbdə deməli tibbi xidmət işçiləri var. Onlar da deməli təhsil prosesinin iştirakçılarıdır. Həmçinin valideynlər və digər qanuni nümayəndələr də təhsil prosesinin iştirakçılarıdır. Hərdən müəllimlərimiz burada da deməli çaşa bilərlər ki, yəni valideynlər belə deyək də, niyə təhsil prosesinin iştirakçılarıdır? Çünki müəllimlər, biz həmişə təhsil üçbucağından danışırıq. Deyirik ki, şagirdlərdə yaxşı nəticə əldə etmək istəyiriksə, təhsil üçbucağı qurmaq lazımdır. Yəni, valideyn, müəllim, şagird əlbir olmalıdır. Həmişə əməkdaşlıq, bu üç şəxsin arasında bir əməkdaşlıq, bir bağlılıq olmalıdır. Deməli, fikrimizi bir daha ümumiləşdirək. Valideynlər və digər qanuni nümayəndələri də təhsil prosesinin iştirakçılarına aid edilir. Digər qanuni valideynləri bildik. Bəs digər qanuni nümayəndələr kimdir? Yəni, şagird təhsil alan kimin himayəsindədir? Nənənin, babanın, belə deyək, bibinin, xalanın kimin himayəsindədirsə, onlar deməli qanuni nümayəndələr sayılır. Bundan əlavə təhsil prosesinin iştirakçılarına deməli idarəetmə orqanlarını, yəni təhsil şöbəsini, bələdiyyələri də nümunə göstərə bilərik. Ümumiyyətlə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxsləri də biz təhsil prosesinin iştirakçılarına deməli aid eləyə bilərik. Belə müəllimlər, bir daha fikrimizi ümumiləşdirək. Deməli, maddə 21 nə haqqındadır? Ümumi təhsil prosesinin iştirakçıları haqqındadır. Ümumi təhsil prosesinin iştirakçıları dedikdə kimlər nəzərdə tutulur? Təhsil alanlar, təhsil verənlər. Təhsil alanlar bilirik də, uşaqlar, şagirdlər, uşaqlar bağçada olur, şagirdlər məktəbdə olur. Təhsil verənlər dedikdə bura kimlər daxildir? Müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışa qədərki hazırlıq rəhbərləri, deməli psixoloqlar təhsil verənlərə deməli aiddir. Sonra təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, tibbi xidmət işçiləri də təhsil sisteminə, deməli təhsil prosesinin iştirakçılarına daxildir. Bundan əlavə valideynlər və digər qanun nümayəndələri də biz təhsil prosesinin deməli iştirakçılarına aid edə bilərik. Müəllimlər, deməli maddə 22 təhsil alanların hüquq və vəzifələri haqqındadır. Təhsil alanların hüquq və vəzifələri haqqında, ümumiyyətlə təhsil alanlar, müəllimlərin, valideynlərin hüquq və vəzifələri haqqında növbəti dərsdə danışacağam.